İndi gəlin Venezuelaya səyahət edək. Sonsuz fırtına, Venezuelanın əbədi yıldırımı. Dostlar, bu dəfə sizə dünyada ən qeyri-adi və eyni zamanda möhtəşəm təbiət hadisələrindən birini danışacağım. Venezuelanın Catatumbo çayı üzərində baş verən bu fenomenə insanlar sonsuz fırtına adını veriblər. Bəs nədir bu hadisə? Təsəvvür edin, ildə 260-dan çox gün hər gecə eyni yerdə yıldırım çaxır. Bəli, səhv eşitmədiniz. Dünyanın heç bir yerində bu qədər davamlı yıldırım müşahidə olunmur. Harada yerləşir? Sonsuz fırtına Venezuelanın Maracaibo gölü üzərində və xüsusilə Catatumbo çayının gölə töküldüyü bölgədə baş verir. Bu ərazi bataqlıq, sıx meşəlik və yüksək rütubətə malikdir. Əslində elə bu rütubət və coğrafi şərait də bu fenomenin yaranmasına səbəb olur. Elm adamları necə izah edir? İldırım normalda buludların içindəki elektrik yüklərinin toqquşması nəticəsində yaranır. Amma Catatumbo bölgəsində bu proses xüsusi intensivliklə baş verir. Bunun səbəbləri: 1. Rütubət bölgə çox bataqlıqdır və havaya daim nəm qalxır. 2. Ant dağları. Ətrafdakı dağlar sanki nəhəng bir divar kimi davranır və isti rütubətli havanı içəridə saxlayır. 3. Qaz buraxılışı. Bəzi elm adamları bildirirlər ki, bu ərazidə torpaqdan çıxan metan qazı ildırımların daha güclü olmasına şərait yaradır. Nəticə etibarilə burada hər gecə göy üzündə yüzlərlə yıldırım çaxır və bu da minlərlə kilometr uzaqdan görünə bilir. Möhtəşəm mənzərə. Sonsuz fırtına sadəcə elmi bir fenomen deyil, həm də möhtəşəm bir təbiət şousudur. Gecə saatlarında göy üzündə işıq seli başlayır, bəzən bir saatda 250 ildırım qeydə alınır. Bu isə göyü elə işıqlandırır ki, sanki gündüzdür. Bəzi turistlər buraya gəlib deyirlər ki, bir neçə saatlıq müşahidə insanın həyatında unudulmaz bir təcrübədir. Çünki göy gurultusu, ildırımlar və Maracaibo gölünün əksində yaranan işıq şousu tamamilə fantastik bir mənzərə yaradır. Tarixi əhəmiyyəti, maraqlı fakt odur ki, sonsuz fırtına təkcə təbiət möcüzəsi deyil, həm də tarixi hadisələrə təsir edib. 1595-ci ildə məşhur dəniz qulduru Francis Drake Venezuelaya hücum etməyə çalışarkən bu ildırımların işığı onun donanmasını açıq şəkildə göstərmişdi. Beləcə Venezuelalılar müdafiəyə